Salam olsun. Akşamınız xeyir olsun. Yazar. Kıyamet günü. Ey Müslümanlar, İmam Hüseyin için ağlasanız, Allah Teala sizin büyük günahlarınızı da, kiçik günahlarınızı da, az günahı da, çok günahı da neyneyecek? Bağışlayacak. Kıyamet günü hemen bu göz İmam Hüseyin Aleyhisselam'ın ağladığı şahitlik eləyəndə ne diyecek? İmam Rıza mənə demişti ağla. Eşittiğiniz kelimeleri kulak diyecek, İmam Rıza demişti mənə eşit. Bura niye gel bu ayak? Diyecek, İmam Rıza demişti ki gel ora. Hamısı danışacak. Danışanda koyun hemen bu mübarek, bereketli meclislerin şahitliğini eləsinler. Elçin adında bir kardeş bir video paylaşmıştı. Şeyh Sabit'te danışan qabağıma çıxmıştı bu video. Onun paylaşımından və yaxud da sonunda qoyduğu bir şəkildən mən bir işim yoxdur. Amma söhbət nədir? Deyir ki, Şeyh Sabit gördüğünüz kimi deyir ki, Şeyh Sabit İmam Rıza deyir ki, İmam Hüseyin üçün ağlamaq. Bu ağlamaq yani səni qurtara bilər. Bu ağlamaq insanların günahını bağışladır. Yani İmam Hüseyin üçün ağlayan insanları Allah bağışlayacaqdırmı və yaxud da ki onu cəhənnəmdən qurtaracaqmı? Ümumi olaraq hər bir iddia bir dəlil tələb edir. Əgər bir sözü Peyğəmbərin, nə bilim sahabənin və yaxud da imamın dediyini iddia edirsənsə də, gərək bunu sübut edəsən ki, həqiqətən də bu sözü imam demiş ola bilər ya yox. Yəni bu söz həqiqətən də səhihdirmi, yoxsa zəifdirmi və yoxsa yalandırmı? Yəni bunu sübut eləmək lazımdır. Hər kəsin yekdilliklə qəbul etdiyi bir şey var ki, əgər bir sözün səhihliyini Quranda keçirsə, Quran təsdiqləyirsə, bunu araşdırmağa, bunu da bilim, başqa şeyə baxmağa ehtiyac yoxdur. Yox, bir şeyə əgər Quran, o məsələ haqqında Quran danışıbsa da, biri var Quran o barədə heç bir fikir bildirməyib və siz onun barəsində fikir mübadiləsi aparırsınız, o başqa şeydir. Bir də var ki, Quran o barədə danışıb. Məsələn, zina barəsində, nə bilim, ondan sonra gülmək barəsində, ağlamaq barəsində, nə bilim, yaxşılıq, pislik barəsində. Deyək ki, hər hansısa bir mövzuda Quran fikir bildirib. Əgər deyilən Peyğəmbərə nisbət verilən, sahabəyə və yaxud da imama nisbət verilən bir söz varsa da və bu söz də bu məsələ barəsindədirsə də, hə, o zaman Quranın bildirdiyi fikrə ziddinə deyilsə də, onu daha da gücləndirmək, onun da daha doğruluğuna dair, insanların onu daha yaxşı anlamasına dair bir sözdürsə də, bizim bu sözə bir etirazımız zaten yoxdur. Əsli Quranda var. Quran-ı Kərimdə gülmək kəlməsi 11 dəfə, ağlamaq kəlməsi 7 dəfə keçmişdir. Və Quranda heç bir ayətdə Şeyh Sabit'in dediği kimi kiminsə, demirəm, insan əzizi itini itirdiyində o itkiyə doğru ağlaya bilər. Amma bu ağlamaq ona mükafat qazandıracaqmı? Belə bir dəlil yoxdur. Yusif'in qardaşları Yusifi quyuya atırlar və gəlirlər ağlaya-ağlaya atalarına deyirlər ki, Yusifi canavar yedi. Əgər birinə ağlamaq insana fayda verirsə də, bu ağlamaq onlara nə fayda qazandıra bilər? Və yaxud da ki, Yusifin atası, Yusifin həsrətinə görə 30 il deyirsiniz də, hədislərə görə, 30 ildən daha çox bir müddət Yusif üçün ağladı. Bu ağlamaq ona nə fayda verəcəkdi yəni? Quranda hər hansısa bir ayədə bu ağlamağına görə ona bir sabah veriləcəyi deyilibdir yəni. Quranda hansı ağlamağın insana faydası var? Buna baxarıq və bir də ağlamağın ziddi olan gülməyin nə anlama gəldiyinə gəlin inşallah Qurandan bir baxaq. Gördüğünüz kimi ayetlerin yerini de deyirəm və qısa olaraq ağlamaq kəlmələri keçən yerləri də sizlə paylaşmağa çalışacağım. Tövbə suresinin 82-ci ayəsində, qoy ayəni açaq. Gördüğünüz kimi ayetin bir önündən əvvəlindən oxusanız,
Yəni görərsiniz ki, məsələn 80-ci, hətta yəni döyüşə getməyən insanlar var, döyüşə getməyən insanlar var. İstini bəhanə gətirən, döyüşə getməyib, amma özlərini mömin sayan, mömin hesab edən insanlar var. Və bu insanlar münafiq olaraq bizə tanıtdırılır Quranda. Yəni 68-67-dən bəri ayətləri baxsaz, hələ söhbət 50, demək olar ki, 7-dən 58-dən baş, hətta 40-dan sonra başlayır əslində. 41-dən mövzu davam edir. Daha düz 107-yə qədər gəlir. Eyni kontekst üzərində ayətlər davam edir. Bu toplumdan, yəni münafiqlik edib, döyüşə getməyib, istini bəhanə gətirib, evlərimiz başsız qalıb deyən bu insanlar, bu iki çıxışlı, iki tirəli danışan, küfürlə iman arasında gediş-gəliş edən adamları münafiq adlandırır və Allah deyir ki, onlara bağışlanmaq üçün dua deyə tərcümə edib Dəlixan, amma dua deyil. Orada istixvar sözü keçir. Dua başqa şeydir, istixvar başqa şeydir. Dua dəvət etmək deməkdir. İstixvar isə birinin günahlarının Allah tərəfindən bağışlanmağını Allahdan istəmək deməkdir. Etsən də, hətta 70 dəfə deyir, bunu eləsən də Allah onları əsla bağışlamayacaq. Çünki onlar Allaha və onun elçisinə küfür etdilər, kafirlik etdilər, inkar etdilər. Allah günahkar, fasik sözü keçir, orada da bura günahkar sözünü qoyubdur. Fasik ifadəsi, belə deyək də, pozğunçuluq etmək deməkdir. Yer üzündə Allahın qoyduğu bir nizamı, bir qaydanı pozmaq, onun ziddinə getmək deməkdir. İnsanları doğru yola hidayət etməzdir, istiqamətləndirməz. Bunu anladıq. 81-ci ayətdə yenə onlardan danışır. Döyüşə getməyib, arxada qalanlar, Allahın elçisinə əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və bu istidə döyüşə çıxmayın dedilər. Cəhənnəm odu daha bundan da hərarətlidir. Kaş anlayaydılar deyir. Və bu ayətdə Allah deyir ki, qoy onlar etdikləri günahların cəzası olaraq az gülsünlər, çox ağlasınlar. Ayətin ərəbisində isə fəliyəsəhu qəlilən sadəcə etdikləri günah sözünü orada Əlxan artırıbdır. Sadəcə ifadə budur ki, nəticədə az gülsünlər və çox ağlasınlar. Cəzaən bimə kənu yəksibun. Kəsb etmiş olduqları şeylərdən dolayı, qazanmış olduqları şeylərdən dolayı neynəsinlər ayə deyir? Çox ağlasınlar, az gülsünlər. Bu nəyi bildirir? Yəni insan Allah'ın onun günahlarını, bu da o zaman baş verir ki, peşman ola da bir insan. Peşmançılıq duymayan bir adam etdiyi, kəsb edib qazandığı, yanlış o özünə qazandığı şeylərə görə niyə ağlasın ki? Aydın, bunlar sevinirdilər döyüşə getmə. Allah deyir ki, qoy onlar qazandıqları şeydən dolayı az gülsünlər, çox ağlasınlar ki, Allah onları neynəsin? Təbii ki, bağışlasın. Yəni Allah deyir, axı 70 dəfə də bağışlama, onları bağışlamayacaq. Nə zaman bağışlaya bilər? O zaman onları bağışla ki, onlar peşman olsunlar. Etmiş olduqları şeyin belə deyək də cəzası olaraq onlar özlərini cəzalandırsınlar. Yəni ağlayaraq ağlasınlar ki, bəlkə Allah neyniyə bunu onlara keçə. Anlaşılır bir alternatiflik qoyur da. Yəni insan Allaha qarşı etdiyi haqsızlıqları fərqinə varsa ki, dində Allaha qarşı çıxıbdır, Allahın yolundan, bu ağlamaq bir növ cəzadır ki, bu göz yaşları sənin günahlarının bağışlanmağına səbəb olsun. Anlaşıldı demək istəyirəm. Birinci məsələ keçdi. Yusuf surəsi 16-cı ayədə qardaşları gəldilər və cəu əbauhum işəən yəbkun. Axşam zamanı atalarına ağlayaraq gəldi deyilir. Bir ifadə ilə keçmişdir. İsra surəsinin 109-cu ayəsində baxırıq. Deməli, Allah elçisinin Allahın kitabının fasiləli olaraq ara verə-verə ayrı-ayrı, yəni fərq qoya-qoya Allah deyir ki, Quranı nazil etdik və bu Quran onlara oxunur. Yəni gördüyünüz kimi, qoy bunu belə
göstərək. 7-dən başlayır. Qul əmin, ona iman gətirin ya da iman gətirməyin. Öncədən özlərinə elm əta edilən kəslər nə zaman ki onlara tilavət edilir bu şey nədir? Quran, Allah elçisi gələn kitab onlara tilavət edilirsə, öncədən elm verilənlərə, onlar çənələrinə məxsus səcdəyə xərru edirlər və deyirlər. Bax, çənəyə məxsus, çənəsi üzərinə demir, alnı üzərində demir, çənələrinə məxsus səcdə edirlər. Yəni yerə qapanmaqdan da söhbət getmir. Çənəyə məxsus bir qapanma ilə, odaqlanma ilə səcdə edirlər və deyirlər. Yəni bu çənə belə deyək də, mən danışdıqca insanın hərəkət edən bir dənə yer var, o da bu çənədir ki, danışmaqdan ötürüdür ki, ağayən dalınca deyir ki, deyərlər. Rəbbimiz Sübhandır, həqiqətən onun vədi, Rəbbimizin vədi mütləq yerinə yetirilmişdir. Və bu çənəyə məxsus qapanma ilə ağlayarlar və onların xuşusu, həssaslığı, Allaha olan həssaslığı artar deyə bir ifadə ilə bunu bildirmişdir. Bunu da anladıq, başa düşdük ki, insan hansı vəziyyətdə ağlayır. Nə deyirsən? Bəli, davam edirəm. Məryəm surəsi 58-ci ayəsində də Allah Adəmin zürriyyəti, Nuhla gəmidə daşıdıqlarımızın zürriyyəti, İbrahimin və İsrailin zürriyyəti deyə bir zürriyyətdən danışır ki, bu zürriyyətdə Quranda adları çəkilən elçilərdir və deyir onlar ayətlərimiz İzə tutlə aleyhim ayatur rəhman, Rəhmanın ayətləri onlara nə zaman ki tilavət olunardı, onlar səcdəyə qapanıb ağlayardılar və bukiyyə deyir. Burada da dediyimiz kimi səcdəyə qapanmaq, çənəyə məxsus səcdəyə qapanmaqdır qəsdi var və Allah Furqan surəsi 73-cü ayədə möminlər o kəslərdir ki, öz Rəblərinin ayətləri onlara tilavət ediləndə onlar körluğa və karlığa xərra eləmirlər. Körlük və karlıq üzərində xərra nə deməkdir? Yəni ayəti görməzdən gəlmək, eşitməzdən. Davamlı olaraq bu nedəndir ki, körlük və ya körlüğün üzünə görməzdən gəlmək. Körlüğün üzərində odaqlanıb qalmaq ya da ki, eşitməzliyə vurmaq, karlığın üzərində odaqlanıb qalınmaq. Amma bunun əksi olanda səcdəyə xərru etmiş olur insan və ağlayır. Aydındır. Yəni Duhan surəsi, Duhan kəlməsinə فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَا وَالْأَرْضُ وَمَا كَانُوا مُنْزِرِينَ. Bu ayətdə də Firon toplumunun məğlubiyyətini bildirir. Deyir Allah nə göylər onlara görə, nə də yer onlara görə ağlamadı. وَمَا كَانُوا مُنْزَرِينَ. Baxın, ayəti olduğu kimi göstərim. Nə göy, nə də yer onlardan ötürü ağlamadı, onlar möhlət də verilmədi. Yəni, burada qabaqki ayətlərdən də baxdığınız zaman görərsiniz ki, söhbət kimlərdən gedir. Yəni, belə əkinlər, möhtəşəm yerlər, Firon toplumu gördüyünüz kimi, biraz da qabağa gedək. Dəniz də açıq buraq, çayın keçdikdən sonra əsanı suya vur deyə başa düşürsünüz ki, mövzu kimlərdən gedir. Deməli, göylər də onlar üçün ağlamadı, nə də yer onlar üçün ağlamadı. Bu ayəti bəziləri dəlil götürürlər ki, deməli, yaxşı insanlar vəfat edəndə onun üçün göy əhli və yaxud da yer əhli ağlayar. Yerdən kimsə və yaxud da göy əhlindən kimsə, səma əhlindən kimsə ağlayar. Aydındır. Deməli, birincisi nə anladıq? Ağlamaq günahların bağışlanmasından dolayıdır. Aydındır. Yəni, mən deyək ki, vəfat etmişəm, səma əhli mənim üçün ağlayar ki, mənim günahlarım bağışlansın deyə. İstiğfar edib ağlayarlar ki, Allah onu bağışla deyə, məni bağışlasın deyə. Və yaxud da yer əhlindən biri ağlayaraq istiğfar edib Allahdan mənim üçün bağışlanmaq istəyər ki, məni Allah bağışlasın deyə. Bu məntiq yenə də İmam Hüseyni ağlayanlar toplumuna oturmur. Çünki siz İmam Hüseyni məsum sayırsınız və İmam Hüseyin üçün onda ağlayırsınız ki, Allah onu bağışlasın mı deyə. Yox, siz bu məqsədlə ağlamırsınız.
Siz İmam Hüseynə ağlayırsınız ki, Allah sizi bağışlasın deyə. Məqsəd sizdə budur. Burada Firon əhlinə nə göy əhlinin ağlamadığını, nə yer əhlinin, çünki Firon əhli günahkar idi. Yəni onların bağışlanmasını Allah'tan tələb edərək Tövbə surəsinin 80-ci ayəsində onlar üçün 70 dəfə bağışlanmaq istəsən də Allah onları bağışlamayacaqdır ifadəsini. Anlaşıldı nə demək istəyirəm? Firon əhli özlərinin bağışlanması üçün ağlasaydılar, peşman olsaydılar, Allah onları bağışlayardı. 83-cü ayda Tövbə 83-də ona toxundu. Qoy onlar etdikləri şeyin cəzası olaraq az gülsünlər, çox ağlasınlar deyir ayə. Niyə? Allah bəlkə onları bağışlayar deyə. Anlaşıldı nə demək istəyirəm? Yəni yenə də baxırıq ki, Şeyx Cavidin gətirdiyi məntiq oturmur yəni. Anlaşıldı nə demək istəyirəm? Və son olaraq Nəcm surəsinin 43 və 60-cı ayəsinə baxırıq. Və nəhu və əzhəkə və əbkə. Həqiqətən odur güldürən, odur ağladan. Yəni güldürən də ağladan da Allahdır insanları deyə bir ifadə. Yəni deməli biz insan ağlamaq duyğusu gəlirsə, bu Allahın inayətidir. Bir adamda ki gülmək yaranır, yəni həqiqətən sevinç gəlir insan bu baxımından, yəni gülmək qabiliyyətini, ağlamaq qabiliyyətini insana verən Allah olduğunu göstərmiş olur. Nəcm surəsində də Allah deyir ki, onlar gülürlər və heç ağlamırlar. Yəni günahlarına görə məsələn bunu da göstərim. Siz bu sözə təəccüblənirsiniz deyir Quranın sözünə. Gülürsünüz. Təəccüblənib və gülürsünüz. Heç ağlamırsınız. Amma möminlər nədir? Ayətləri eşitdiyi zaman neyniyərlər? Səzdəyə xərra edərdilər və ağlayardılar deyə ayət tamamlanmış olur. Biz buradan başa düşdük ki, yəni Quranda ağlama məntiqi nədir? Nə üçündür? Hansı zamanda mümkündür? Aydındır nə demək istədim? Deməli, biz buradan nəticə aldıq ki, insan öz etdiyi, kəsb edib qazandığı günahlardan onun bağışlanması üçün ağlaya bilər. Ağlamaq məsələsi var. Bu bir məsələdir. Və yaxud da ki, bir adam mömindir, amma deyək ki, bir günah eləyibdir, vəfat eləyibdir və hansısa onu sevənlər onun günahlarının bağışlanması üçün ağlayıb Allahdan ona bağışlanmaq istəyə bilər. Bunu anlamış olduq, bunu başa düşmüş olduq. Yəni, bir də Quran-ı Kərimdə Allahın ayətləri insanlara oxunduğu zaman insan göz yaşına qarışır və təbii ki, burada üzüntüdən də ağlamaq var, həm də sevgidən dolayı da bir ağlama ola bilər ki, ayətlər oxunduğu zaman o elm verilənlərə, onlar deyir ki, həqiqətən Rəbbimin əmri yerinə yetmişdir. Yəni, o vəd gerçəkləşmişdir. Burada hiss edirsən ki, ağlamaq günahdan dolayı deyil. İsra surəsi 107-109-cu ayələrə baxdığımız zaman ağlamaq günahdan dolayı deyil. Rəhmanın ayətlərindən oxunduğu zaman əvvəlki bilgilərinə dayanaraq ki, bu həqiqətən o elçidir və Allahın vədi gerçəkləşib, bu sevincdən dolayı o elçinin dediklərinin səcdə edərək, onu doğrulayaraq, təsdiq edərək ağladıqlarını görmüş oluruq yəni. Yəqin ki, məni anladınız. Bundan sonraki inşallah videomda gülmək məsələsini də ələ alacağım. Gülmək neçə formadadır, harda gülürlər, nəyə gülürlər. Yəni, bunu da inşallah görməyimiz yaxşı olar. Salam olsun hidayətə tabi olanlara.